ki, onun sözləri isə desək, Azərbaycan bayramları içərisində ən gözəl bayram 8 Mart bayramıdır. Çünki bu bayram qadınların bayramıdır. Bu günlərin 8 Mart Beynəlxalq Qadınlar Bayramı münasibəti ilə başda şəhid anaları, şəhid xanımları öz sağlamlığını Azərbaycan xalqının azadlığı uğrunda vermiş qazilərin həyat yoldaşlarını, ana və bacıları başda olmaqla bütün qadınları mən də öz adımla təbrik edirəm. Onlara can sağlığı arzuyuram. Əziz xanımlar, bir gününüz deyil, qoy hər gününüz bayram əhval-ruhiyyəli olsun. Üzünüzdən sevgi təbəssüm əksik olmasın. Həmişə xoşbəxt olun, sevin, sevilin. Çünki bir ana xoşbəxt olarsa, o cəmiyyətə xoşbəxt övlad bəxş eləyər. Bayramınız mübarək olsun. Milli lider Heydər Əliyev 8 Mart Beynəlxalq Qadınlar Bayramı ilə bağlı deyirdi. Bu bayram doğrudan da bizim bütün bayramlar içərisində ən gözəl bayramdır. Çünki bu qadınlara həsr olunubdur. İnsan cəmiyyətində qadının rolu, əhəmiyyəti məlumdur. Qısaca onu demək olar ki, qadınsız insan yoxdur, qadınsız həyat yoxdur. Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona görə də ən yüksək qiymətə layiqdirlər ki, onlar anadılar. O analar ki, hər birimiz onun isti nəfəsi, qayğısı ilə böyüyüb həyata atılırıq. Yaşa da olsaq da, hər zaman onun əllərinin şəfqətinə ehtiyac duyuruq. Ağrıyanda başımızı onun dizinin üstünə qoyub, rahatlanmaq istəyirik. O isə bütün çəkdiyi əzab-əziyyətə baxmayaraq, daim gülümsər, çöhrəsi, mehriban nəvazişi, şirin laylası ilə narahat qəlbimizi ovundurur, ömrümüzü işıqlandırır. Ana o varlıqdır ki, insanlıq hər zaman onun işığına möhtacdır. Demək, anaların bayramı elə hamımızın bayramıdır. Çünki analar başımızın tacı, ömrümüzün bəzəyidir. Qadın bəşəriyyətə ana və ilk tərbiyəçidir. Ben bugün size biraz ana hakkında danışmak istedim. Siz bilirsiniz ki uşaqlar, ana bizim hayatımızın en müqəddəs varlığı, en ulu canlısıdır. Ana en büyük ümmandır. Ananın qəlbində en büyük məhəbbət, en derin sevgi, sədaqət, əzimkarlıq, mərhəmət, sadiqlik, bütün gözəl xüsusiyyətlər toplanmışdır. Və bu xüsusiyyətlər qarşısında her zaman baş əyib səcdə qılırıq. Ana büyük bir ümmandır. Ana, bax bu sözün mənası nədir? Ana, bax bu sözün mənası nədir? Ana o da aşıq bir pərvanədir. Dolanır başına daim evladım. Ana müqəddəsdir, o təmiz qadın. Qadınlar bizim həyatımızın ən böyük zirvəsidir, ən gözəl zirvəsidir, ən böyük qüvvəsidir. Biz o qadınlar qarşısında hər zaman borclu olmalıyıq. Qadınlar bizim həyatımızın ən dəyərli varlığıdır. Qadınlar indiyə kimi ictimai, siyasi, mənəvi həyatımızda böyük rol oynamışdır. Hətta qadınlar dünyanın ən qabaqsız ölkələrinin belə qadınları ilə bərabər tutulmuşdur. Ən seçilmə hüququna malik olmuşdular. Bu da dövrümüzün ən əlamətdar hadisələrindəndir. Mən sevinirəm ki, bizim qadınlarımız həqiqətən hər yerdə, hər zaman sözünü gözəl deyən deməyi bacarır. Və buna görə mən çox sevinirəm. Və biz qadınlar qarşısında hər zaman baş əyməliyik. Çünki qadınlar bizi yaradan, bizi dünyaya gətirən, bizə tərbiyə verən, həqiqətən də bizim ən gözəl yerlərə gəlmizə səbəb olan ünsürlərdən biridir. Biz qadınlar qarşısında hər zaman baş əyməliyik. Biz analar qarşısında hər zaman baş əyməliyik. Mən bütün burada iştirak edən bütün həmkarlarını bu gözəl gün münasibəti ilə ürəkdən təbrik edirəm. Hər birinizin gözlərində hər zaman gülüş, sevinç, xoşbəxtlik və ən əsası can sağlığı olsun. Çünki qadınlar olmasa biz də olmarıq. Təbrik edirəm əziz qadınlar sizi, qızlarımız, həmkarlarımız hər zaman üzünüz gülsün. 8 Mart gününüz mübarək olsun. Mərkəzimizin 93-cü qrup tələbəsi Mədinə təbrikini öz şeiri ilə qadınlarımıza söyləyir. Mənim anam mahnısı. Ana haqqı Tanrı haqqıdır. Ən çətin anlarda hamıya dayaq. Hamıya mehriban anadır ana. Min imtihandan zəfərlə çıxan. Ən böyük qəhrəman anadır ana. Elə ki balalar gəlir dünyaya,
O gündən hey ölçüb bitir analar. Mahnı da oxuyur, şeir də yazır, bəstəkar analar, şair analar. Həyatda hər zaman əziyyət çəkir. Bir çox çətinliyə dözür qadınlar. Bəzən günəş kimi gülür gözləri, bəzən də göz yaşı tökür qadınlar. Evləri qadınsız düşünür görək. Qadınlar zinətdir, dəyərin bilək. Hərəsi bir evə verilən mələk. Cənnətə aparan yoldur qadınlar. Kimi üçün bacıdır, kimi üçün ana. Bunlar əvəzsizdir hər bir insana. Qadınlar bəzəkdir bütün cahana. Hər biri ətirli, güldür qadınlar. Hər evin əziyyətin qadınlar çəkir. Bəs onun arzusu, istəyi nədir? Qadınlar istədiyi dəyər, sevgidir. Çoxları sanır ki, sirdir qadınlar. Mən də öz növbəmdə bütün xanımları təbrik edirəm. İlk öncə onlara möhkəm can sağlığı arzulayıram və eyni zamanda hər zaman səslərinin uca və zirvələrdən gəlməyini diləyirəm. Və sabahki günü özəl edən qadınlar çox xüsusi vurğulamaq istədiyim bir şey var. Hər zaman biz qadınları zərif, incə, lətafətli bir varlıq olaraq görmüşük. Bununla yanaşı onlar güclü iradələri ilə vətənpərvərlik və fədakarlıq nümunəsi olduqlarını belə bizlərə şəhid və qazilərimizin timsalında göstərdilər. Və bir daha sübut elədilər ki, Azərbaycan qadını öz incəliyi ilə yanaşı güclü əzmə və möhkəm iradəyə malikdir. Təkcə bu deyil, eyni zamanda Azərbaycan xanımlarının bütün dünya arenasında müəyyən uğurlara imza atdıqlarının da şahid olmuşuq və nə xoşa gələn məqamdır ki, günü-gündən demək olar ki, savadlı xanımların sayı artmaqda davam edir. Bütün şəhid ailələri, analarının və eyni zamanda qazilərimizin analarının, həyat yoldaşlarının, bacılarının və qız övladlarının timsalında bütün xanımları təbrik edirəm. Hər kəsə can sağlığı arzulayıram. İlin təkcə bir günü yox, ilin 365 günü əziz və dəyərli olmağınızı diləyirəm. Üzünüzdən təbəssüm, gülüş heç bir zaman əski olmasın. Congratulations all the Azerbaijani women. You deserve all the best. I wish you all the happy and be healthy and wealthy. Thanks. Teşekkürler. Ümumilli lider Heydər Əliyev deyir, ana ilahi qüvvə ulu varlıqdır. Alilik, adillik zirvəsidir. Yaşadan, yaradan, ərsəyə gətirən, kamala yetirəndir. Saf duyğular, zərif hisslər, incə məhəbbətlər timsalıdır. Bütün arzu kamı qəlbimizdə qərar tutmuş, qədrini el, ətrini gül bilən analarımızın saçına, ayağına, qarasına, gönlünün o həzin laylasına qurbanıq. Ona görə ki, onun südü təmiz, diləyi müqəddəsdir. Dəyərli duyğulu gözəl xanımlar, zəfər təmsərəsi qürur mənbəyi, dəyərli duyğulu gözəl xanımlar, anadır, bacıdır, gəlin diyardır, qeyrətdir, namusdur, həyadır, ardır, ərəmzənci, sultan, həkər, nikardır, dəyərli duyğulu gözəl xanımlar, Xalışoğlu xamiz, sən də vəs elə, oxu nəğmələrim yayılsın elə, bənzəyir bağçada tər qızıl gülə, dəyərli duyğulu gözəl xanımlar, bir daha ürəkdən təbrik edirəm xanımlarımızı. Aran günüdür, o nəğməli yaz sülfünün yeridir, belələri ömrü günü təzələr. O ruzidir, bol neymətdir, həyatdır, əlsizə əl, qanadsıza qanaddır. Harda olsa, orada toydur, büsatdır, hara getsə, orada biri yüz eylər. O həvəsdir, o arzudur, ilhamdır, sədaqətdir, etibardır, inandır. O qadının biri mənim anamdır, o qadının biri mənim anamdır. Təbrik üçün söz verilir mərkəzimizin ixtisas fən müəllimə Samirə Şəqavatovaya.
Zərin müəllimə və Günel müəllimə də öz mühüm vəzifəsindən başqa həm də anadır. Biz də həmin anaların təbrikini sizlərə çatdırmaq istəyirik. Buyurun Zərin müəllim. Hörmətli həmkarlarımız, müəllimlərimiz, tələbələrimiz, bugünkü təşkilatçılığa görə ilk növbədə Tovuz müəllimə sizə, iştirak edən müəllimlərimizə, bütün tələbələrimizə öz təşəkkürümü bildirirəm. Bugün Beynəlxalq Qadınlar Günü münasibəti ilə rəhbərliyimiz, müəllimlərimiz, başda olmaqla bütün tələbələrimizi, xanım tələbələrimizi, onların valideynlərini, bacılarını təbrik edirəm. Eyni zamanda direktorumuz Səyər müəllim adından hamına xüsusi təbrik edirəm, özü bugün burada iştirak edə bilmədiyinə görə. Beynəlxalq Qadınlar Günü elə bir gündür ki, bu gün həm də qadınların hüquqlarının, azadlıqlarının xatırlandığı bir gündür. Arzu edirəm ki, siz də bütün xanımlarımız bu məktəbimizi bitirəndən sonra yollarınız uğurlu olsun. Hər zaman məktəbimizin sizə faydası dəydiyini xatırlayasınız inşallah. Təbrik edirəm. Həmişə üzünüz gülsün, həmişə dəyərli və xoşbəxt olun. Salam, hər vaxtınız xeyir olsun, əziz həmkarlar, müəllimlər, tələbələr, xanım tələbələr, sizin hər birinizi ürəkdən təbrik edirəm. Bəşər tarixinin ən əlamətdar günlərindən biri olan 8 mart Beynəlxalq Qadınlar Bayramı dünyanın müxtəlif dövlətlərində, eyni zamanda Respublikamızda da təntənəli şəkildə həmişə qeyd edilir. Məlumat üçün deyirəm ki, uşaqlar 1975-ci ildən bəri bugün Beynəlxalq 8 Mart Qadınlar Bayramı günü kimi Respublikamızda qeyd edilir. Bu münasibətlə mən sizin bütün yaxın xanımlarınızı, bacılarınızı, analarınızı, oğlanlarımızın valideynlərini, analarını, bacılarını təbrik edirəm. Azərbaycan qadını tək bugün yox, sabah yox, daim üzün görsün Azərbaycan qadını. Həmişə xoşbəxt olasınız, həmişə sevirsiniz, seviləsiniz, bütün qadın xoşbəxtliklərlə nail olasınız. Sağ olun.